Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Mirsalov. Bu gün sizinlə paylaşdığımız 3-cü sertifikasiya tipli olan sınağın testlərinə izah verəcəm. Başlayırıq birinci sualımızdan. Qrupla iş formasına aid deyil, səhv olanı istəyir bizdən. Şagirdlər kiçik komandalarda fəaliyyət göstərərək verilmiş tapşırıqları yerinə yetirirlər. A bəndi doğrudur. Çünki qrupla işi siz kiçik komandalarla da apara bilirsiniz, böyük qruplarla da. Düzgün qiymətləndirmə meyarları olmadığı halda şagirdlər arasında yersiz rəqabət və vəzifə bölgüsü problemləri yaşana bilər. Bu da doğrudur. Bilirsiniz ki, qrupla işdə meyarları düzgün qoymaq lazımdır, yoxsa belə problemlərlə qarşılaşa bilərsiniz. Yəni rəqabətə icazə yoxdur. Çünki şagirdlər arasındakı rəqabət bu cür fəaliyyətə yönəlirsə, şagirdlər məqsədləri artıq dəyişirlər. Yəni öyrənmə olmur məqsəd, əlavə məqsədlər olur. Bu da rəqabətin, yəni şagirdi düzgün yönətmədiyinin şahidi oluruq deyə, ona görə B bəndi də səhvdir. Müəllim bu iş formasını tətbiq edərkən daha aktiv şagirdlərin bir qədər passiv şəkildə, passiv şagirdlər üzərində dominantlığının qarşısını almaq üçün əvvəlcədən şagirdlərin qrup daxili rollarını müəyyənləşdirməlidir. Bu da doğru fikirdir. Görürsünüz, müəllim qabaqcadan, əvvəlcədən tədbirini görüb ki, yəni burada belə bir problem baş verməsin. Bu da doğrudur. Qruplarla iş zamanı şagirdləri həm məzmunla bağlı, həm də bacarıqları ilə bağlı qiymətləndirərkən bəzi çətinliklər yarandığına görə onların fəaliyyətini obyektiv qiymətləndirmək mümkün olmur deyir. Müəllimlər, bilirik ki, qrupla işin çətinliyindən, yəni çaşılmaz cəhətlərindən biri odur ki, burada meyarlar düzgün qoyulmayanda bəli problem yaradır. Amma bu o demək deyil ki, qrupla işi obyektiv qiymətləndirmək mümkün deyil. Mümkündür. Əgər qiymətləndirmə meyarlarını düzgün çıxarırıqsa oradan, obyektiv də qiymətləndiririk. Əgər qrupla işi biz obyektiv qiymətləndirə bilməsəydik, heç bu qədər qrupla işdən istifadə olunmazdı. Axı bu mümkün deyil obyektiv olsun. Amma əsl qaydalara görə bəli, obyektiv qiymətləndirə bilirsən. Bunun üçün qiymətləndirmə meyarlarını sadəcə düzgün çıxarmalısan və qabaqcadan da mümkün qədər qaydalar və prosedurlar qoyulmalıdır. Cavab olur D bəndi səhvdir. Obyektiv mümkün olmur sözünə görə səhv çıxdı. Y bəndi bu iş formasını rahat idarə etmək üçün mütləq qaydalar tərtib olunmalı və bu qaydaları şagirdlərin iştirakı ilə hazırlamaq. Baxın, yəni bu şagird yönümlü olmaq deməkdir. Qayda qoyanda da şagirdlərin fikrini, düşüncəsini önəmsəyirəm burada. Bu şagird yönümlü olmaq deməkdir. Hamısı doğrudur. D bəndi isə səhv cavabımızdır. İkinci suala gəlirik. Aşağıdakı verilmiş fikirlərdən hansı müəllimin fasilitasiya bacarığına aid deyil? Yenə səhv olanı istəyir bizdən. Müəllim şagirdlər arasında yumşaq bacarıqlar formalaşdırmaq üçün onları əməkdaşlıq şəraitinə təşviq edir və müzakirəni artırır. Bu doğrudur. Yumşaq bacarıqlar üçün əməkdaşlıq, qrupla iş və s. Amma doğru olsa da götürməyəcəm. Səhvi istəyir. Müəllim qrup fəaliyyətləri təşkil edərkən şagirdlərin bacarıqlarını əməkdaşlığa əsasən qiymətləndirir və səhv olan budur. Bunu götürəcəm. Çünki qrupla iş olsa da müəllimlər əsas qiymətləndirəcəyim dərsin məqsədində olan bilik bacarıqlardır. Yəni onları saxlayıb sırf qrupla işin bacarıqlarını qiymətləndirmək səhv addım hesab olunur. 3-də müəllim şagirdlərin öyrənmə bacarıqlarını aktiv saxlamaq üçün onları yaradıcı tapşırıqlarla təmin edir. Ümumiyyətlə, nə vaxt görmüşük ki, məntiqi, tənqidi və yaxud yaradıcı tapşırıqlar verirəm və bu səhv çıxır, çox vaxt düz də çıxır elə. Müəllim şagirdlərin özünə inamını artırmaq üçün onlara olan gözləntilərini aydın formada müəyyən edir. Bu da doğru. Gözləntilər də qaydalar kimi əvvəlcədən müəyyən olunmalıdır. 5-də isə müəllim fasilitator kimi özündə müşahidə bacarıqlarını formalaşdırmaq üçün şagirdlərin fikirlərini lazımi məqamlarda dinləməyə çalışır. Amma biz bilirdik ki, elə dinləmək fasilitatorluğun digər bacarıqlarından biridir. Müşahidə deyilirsə, bu tamam başqa cür izah olunmalıydı. Əgər bu mövzunun da izahını istəyirsinizsə, ümumiyyətlə, mənim fasilitasiya haqqında olan izahıma YouTube kanalımdan baxa bilərsiniz. Orada bu haqda danışılır. Deməli, 5 səhvdir. Müşahidə ilə dinləmə eyni şey deyil tam olaraq.
2 ilə 5, bu da C bəndində verilir. Baxın, düzgün cavabımız olur C variantı. Üçüncü suala baxırıq. Biraz geniş sualdır deyə mən sualı biraz kiçiltmək istəyirəm ki, bəli, elə hamısı düşsün. Uyğunluğu müəyyən edin deyir. Sualımız bundan ibarətdir. Uyğunluğu müəyyən edin. Bax, belə eləyək ki, variantlarımız da düşsün. Biz görürük ki, buradakı üsullar hamısı refleks üsullarıdır. Baxın, 3-2-1, cümlə kökləri, çıxış biletləri, sorğu və müsahibə. Hamısını harada öyrənmişik? Cəlb olunma mövzusunda, motivasiyadan da danışdıq, refleksiyadan da. Həmin üsullardır. İndi bir-bir bu fikirləri oxuyuram. Kimə aiddirsə yanında qeyd edəcəm. Başlayıram A-dan. Şagirdlərə öyrəndiklərini gələcəkdə necə tətbiq edə biləcəkləri barədə fikirləşməyə sövq edən vasitədir. Şagirdlər arasında qarşılıqlı dialoqa şərait yaradır. Dərs və ya dərs ilinin müəyyən vaxtlarında təşkil edilərək şagirdlərin öyrəndiklərini yoxlamağa imkan verir. Bax, bu qarşılıqlı dialoq sözünü görürsünüz mənimlər. Bu bizim üçün bir növ açar sözdür. Nəyi xatırladır? Qarşılıqlı dialoq. Sual versən, cavab gözləyirsən. Olacaq müsahibədə. Ona görə 5-ə A yazılmalıdır. 5-ə A-nı yazdıq. B-də şagirdin fikrini ifadə etməsi üçün gündəlik keçirənləri refleks edən məhsuldar strategiyadır. 3-2-1 strategiyasından da istifadə etmək olur bu üsulun içində. Biz də bunu harada öyrəndik? Dedik ki, çıxış biletlərində 3-2-1 üsulundan da istifadə etmək olar. Çıxış biletində, yəni bilet formasında sual qeyd olunur və altında da cavabı qeyd olunur. 3-2-1-in adını çəkdiyinə görə bəli, bunu çıxış biletlərinə götürəcəm. 3-ə B yazıram. C-də ikinci yarım ildə birinci yarım ildən nəyi fərqli etməyi planlayırsan? Öz fəaliyyətini əks etdirən hansı strategiyalardan istifadə edirsən və s. Müəllim şagirdlərə bu kimi suallar verərək şagirdlərin öyrənmə ilə bağlı fikirlərini, anlama və tətbiqi bacarıqlarını üzə çıxartmağa şərait yaradır. Müəllimlər, fikir verdiniz, bu O1-lərdən keyfiyyət cəhətdən də seçildi. Biz də demişdik ki, əvvəlcədən keyfiyyətli sualların hazırlanıb gətirilməsi, yazılı şəkildə bunu aparmaq, bax, bu olacaq sorğu üsulunda. Sorğu üsulunun ona görə sualları daha keyfiyyətli olur. Müəllim bunu qabaqcadan hazırlayıb gətirdiyinə görə. Deməli, C-ni 4-cüyə yazacağım. D-də müəllim şagirdlərə hazır ifadələr verməklə şagirdləri düşünməyi sövq edir. Bu ifadələri şagirdlər özlərinə uyğun tamamlayırlar. Hazır ifadə verilir, tamamlayırlar. Cümlə kökləridir. Cümlənin əvvəli var, sonunu şagird tamamlayır. Məsələn, deyirəm ki, bu gün mənə ən maraqlı gələn məqam, bax, bu təqdim olunan həmin o hazır ifadədir. Amma ardı boşdur, onu şagird tamamlayacaq ki, nədir mənə maraqlı gələn? Bax, bu olur cümlə köklərində, bu da 2 olduğuna görə 2-yə D yazırıq. Və ən axırıncı, bu üsul şagirdlərin mövzu barəsindəki anlama bacarıqlarını və maraqlarını ölçməyə imkan verən refleks üsuludur. Anlamağı, maraqları ölçən bəli, 3-2-1 üsuludur elə. Çünki 3-2-1 üsulunda şagird bu gün öyrəndiyi 3 məqamı qeyd edir. 2 ədəd özünə maraqlı gələn məqamı qeyd edir. 1 ədəd də hələ başa düşmədiyi qaranlıq qalan məqamı qeyd edir. Görürsünüz, həm marağını ölçdük, həm də anlamasını dəyərləndirmiş olduq. Yeni elə birinciyə yazıram. 1-də Y, 2-də D, 3-də B, 4-də C, 5-də A. Elə ən uyğun cavabımız A variantında verilir. Bu böyük sualın da öhdəsindən gəldik. Keçirik 4-cü sualımıza. Bunu artıq biraz yaxınlaşdırmaq olar. İnteraktiv təlimlə bağlı doğru fikri müəyyənləşdirin. Baxaq. Görək nədir doğru fikir. Şagirdlərin təlim nailiyyətlərini inkişaf etdirmək üçün sabit təlim strategiyalarından istifadə edilməsi. Müəllimlər, demişəm ki, interaktiv təlimdə sabit, dəyişməz və eyni sözlərinə icazə yoxdur. İnteraktivdirsə, müxtəlif olmalıdır, dəyişkən üsullar olmalıdır. Sabit sözünə görə A bəndi səhvdir. Dərs üçün seçilən metodlar şagirdlərin yaş səviyyəsindən, sinfin səviyyəsindən və pedaqoji prinsiplərdən asılıdır. Doğrudur, metodlar sadəcə bir amildən asılı deyil, bir neçə amildən asılıdır. Doğru fikri istədiyinə görə cavab elə B variantıdır.
C-də nədir səhv olan? Müəllim sinifdə şagirdlərin öyrənmə tərzlərinin müxtəlifliyini nəzərə almağı planlasa da, mövzunu qavrama xüsusiyyətlərinə görə qruplaşdırıb. Yenə də eyni yerə yığıb da, ona görə bu da səhvdir. Müəllim interaktivliyi təmin etmək və effektiv öyrənmə mühitini formalaşdırmaq üçün fərdi iş bilirsiniz, hər kəsə uyğun bir şey deyil axı. İnteraktivlik üçün mən ümumiyyətlə bütün iş formalarından istifadə etməliyəm və müzakirənin effektiv olması üçün şagirdlərin fikirlərini formalaşdırarkən yoldaşlarının cavablarına istinad etməməsi lazımdır deyir. Amma tam əksinə, müzakirədə elə bu tələb olunur da, yoldaşın fikrini dinləyəsən, sən də ona uyğun əsaslandırma edəsən. Deməli, hamısı səhv, B bəndi doğrudur. 5-ci sual. Doğru fikri müəyyənləşdirin. Biraz da yaxınlaşdıra bilirikmi? Bəli. Deyir ki, qiymətləndirmə məzmun xətti üzrə fəaliyyətin reallaşmasında əsas rol oynayır. Bu səhv olacaq məndə. Baxın, qiymətləndirmə nədir? Dövlətin qoyduğu standartdır, düzdür? Şagird nailiyyətini ölçən bir standartdır. Məzmun standartı nədir? Şagirdin nailiyyətinə qoyulmuş standartdır. Bu onu göstərir ki, biz il ərzində məzmun standartlarını mənimsədirik. Summativlə isə nə dərəcədə mənimsəyiblər, onu yoxlayırıq. Yəni, qiymətləndirmə standartdırsa, məzmun standartı ilə yan-yana gələr, onu ölçər. Məzmun xətti ilə deyil. Məzmun xətti, yəni qiymətləndirmə ilə tutuşmur. B bəndi. Məzmun xəttləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Bu da səhvdir. Məzmun xətti nədir? Hər hansısa bir fənn məndə hansı bacarıqları formalaşdırırsa, məzmun xətti odur. İstiqamət verir bizə. Məsələn, Azərbaycan dili deyəndə nə yadımıza düşür? Oxu, yazı, dil qaydaları və s. Bunu formalaşdırır da məndə. Ona görə məzmun xəttləri budur. Bacarıqlardır, təlim nəticələrinin ifadə forması deyil. C bəndi. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətini müəyyənləşdirməkdir. Summativ şagirdin nailiyyətini ölçür. Əsas qayda budur. Summativ qiymətləndirmə sualları hazırlanarkən, baxın, nə dedim bayaq? Məzmun standartı ilə yan-yana gələr, xətti ilə deyil. Ona görə D bəndi doğrudur ki, məzmun standartında tələb olunan bilik bacarıqları ölçəcəksən summativdə. D bəndi doğru. Y bəndi isə müxtəlif fənlərin məzmun xəttləri arasında əlaqə qurulması üfüqi inteqrasiyaya aiddir. Bu sınağı işləyən bəzi müdavimlər mənə yazdı ki, ay müəllim, bəs 5 düzdür axı, məzmun xəttləri sözü varsa üfüqi olmalı deyilmi? Burası doğru deyə, səhv olan bilirsiniz nədir? Müxtəlif fənlər deyir. Müxtəlif fənlərə toxunursa, bu artıq onsuz da üfüqi deyil. Bu artıq fənlər arası inteqrasiyadır. Y bəndi də səhvdir. Sualımızın cavabı D variantı. Gəlirik növbəti suala. 4n1 KH üsuluna aid olmayanı seçin. Səhv olanı axtarırıq. Əvvəlcə bir bu üsulu yadımıza salaq. 4n1 KH suallar texnikasıdır müəllimlər. Suallar qoyuruq, o suallara cavablar axtarırıq. Araşdırmada da bizə lazım olur, layihə üzərində işlərdə də, yeni informasiya toplamaqda da və s. Və burada 4 ədəd N hərfi ilə, 1 ədəd K hərfi ilə, 1 ədəd də H ilə başlayan suallardır. Adi suallar. Kim, nə, harada, necə, niyə, nə üçün və s. Bax, bu tipli suallardır. A bəli, layihənin mövzusunu seçərkən əsas fikrin müəyyənləşdirilməsi olar. Layihə işində bizə lazımdır. Hər hansısa müzakirəni genişləndirməkdir. Bəli, bu üsul özündə müzakirə daşıyır. Araşdırmalarımızı doğru istiqamətdə yönəltmək üçün informasiyanın qəbul edilməsi, ötürülməsidir. Hamısı doğru. Yaradıcı düşüncəni aktivləşdirirsə, bu da doğru. Bir problemi təhlil etməkdə, fərqli yanaşmalar tapmaqda da, yeni həll yollarında da kömək olur, bəli. Elə ona görə 4n1 KH-ı həm yaradıcı təfəkkürdə adını çəkmişdik, həm də tənqidi təfəkkürdə. Qalır Y bəndi səhvdir. Çünki müəyyən edilmiş mövzu, məsələ ətrafında şəxsi konseptual anlayışlar, bir də qarşılıqlı fikir mübadiləsi hansı üsulun açar sözləri idi? Müzakirə xəritəsindən. Bunu iş üsullarında izah etmişəm. Bu 4n1 KH-a aid deyil. Cavab oldu Y bəndi. 7-yə baxırıq. Sevda müəllim həyat bilgisi dərsində təhlükəsizliyimizə laqeyd yanaşmayaq adlı mövzunu izah edərkən şagirdlərə insan həyatı üçün təhlükəli olan bir çox hadisələrdən danışır.
Bildirir ki, özünüzü və ətrafınızdakı insanları təhlükədən qorumaq üçün təhlükəsizlik və əsas xilas etmə qaydalarını bilmək lazımdır. Elə bu məqsədlə də sinif yoldaşlarınızla qruplarda birləşib araşdırma aparın və sizə təqdim olunan mövzuya uyğun təqdimat hazırlayın. İnteqrasiyanın hansı növləri olacaq? Müəllimlər, kitabda olan mövzunu gedib real həyatda tətbiq ediriksə, bu fən üstü inteqrasiyanın bir xüsusiyyətidir. Bilirsiniz ki, fən üstü əsas da bununla seçilir. Təkcə həyatla bağlı olmasında deyil. Sən onu mövzudan götürüb həyatda tətbiq, icra edə bilirsən. Var burada. Ona görə fən üstünü götürərik. Bir də müəllimlər, araşdırma var deyə, istər-istəməz araşdırmanın nəticəsində elmi məlumatlar əldə edirsiniz və ən əsası da təqdimat hazırlamaq üçün digər fənni də bilmək lazımdır. Təqdimatı necə düzəldirlər, bunun üçün nə etməliyəm? Ona görə həm də burada fənlər arası var. Cavab C bəndidir. Fənlər arası və fən üstü inteqrasiya. Yavaş-yavaş sona yaxınlaşırıq. 8-ci sual, bəli, sizin ən çox sevdiyiniz, həmişə sevərək xatırladığınız taksonomiya mövzusudur. Müəllim şagirdlərə insanın sosial proseslərdəki iştirakını dəyərləndirərkən, bax, bu artıq bizə bir növ istiqamət verdi. Belə bir sual meydana çıxır. Həqiqətənmi cəmiyyətdə baş verən dəyişikliklər təsadüfi deyil? İnsan bu proseslərin gedişinə nə dərəcədə təsir edə bilər? Fikrinizi əsaslandırın. Görürsünüz, dəyərləndirən kimdir? Mən. Mən burada müəllifin mövqeyini dəyərləndirmirəm. Yəni, müəllifin mövqeyindən danışmıram. Hər hansısa bir tarixi faktla danışmıram, argumentlə danışmıram. Öz fikrimdir, öz argumentimdir. Mənim şəxsi dəyərləndirməmdirsə, şəxsi subyektiv düşüncəmdirsə, cavab olacaq B variantı birbaşa bizim tənqidi düşüncəmizdən asılı olan dəyərləndirmə mərhələsidir. 9-cu sual, bəli, maraqlı bir sual. Kolberg nəzəriyyəsi ilə bağlı uyğunluğu müəyyən edin. Xatırlayırsınız, mən nəzəriyyələrin izahında başlığı həmişə belə verirdim və hətta bəlkə də bezmişdiniz bu sözdən ki, mən dedim, nəzəriyyənin adı nə qədər önəmlidirsə, onu yazan alimin, yəni onun müəllifinin adını da bilmək önəmlidir. Çünki bəzən nəzəriyyənin adı ilə deyil, alimin adı ilə sizə müraciət edir. Deyir ki, Kolberg nəzəriyyəsi. Oturub fikirləşməyək ki, bu hansı nəzəriyyədir? Əlbəttə ki, mənəvi inkişaf nəzəriyyəsi. Burada da mərhələlər var idi. İnsan mənəvi cəhətdən necə inkişaf edirsə, ardıcıllığı öyrənmişdik. Baxırıq habərinə. Bu mərhələdə olan insanlar bəzi addımları qaydalara zidd olsa belə ədalətli hesab edirlər. Sosial razılıq verib, yəni sosial müqavilə mərhələsi. Bu 5-dədir, 5-ci mərhələdir, amma bu fikir 6-cı, ən sonda gələn universal etik prinsiplərə aiddir. O qaydaya zidd olsa belə, əsas odur ki, vicdanlı və ədalətli qərardır. Bax, onun işi budur, vicdanlı olmaq, xeyirxah olmaq. Ona görə A bəndi səhvdir, mərhələ uyğun gəlmir. Bu səviyyənin mərhələlərinin ümumi cəhəti insanların öz daxili mənəvi dəyərlərindən çıxış edərək qayda qanunların ədalətliliyinə mühakimə etməsidir. Mənlər, ədalətlərin, daha sonra hüquqdan, haqdan danışan artıq postkonvensionaldır. 3 cür səviyyə var idi. Prekonvensional mənəviyyatdan uzaqdır. Konvensional mənəviyyata yaxınlaşır, postkonvensional mənəviyyata çatır. Baxın, bu hüquqdan, ədalətdən danışırsa, mənəviyyata çatmalıydı, postkonvensional olmalıydı, amma konvensional yazılıb. B bəndi səhvdir. Bu mərhələdə olan şəxslər hadisələrə individual yanaşma ilə deyil, yəni fərdi yanaşma ilə deyil, cəmiyyəti bir bütöv şəklində görərək mühakimə edirlər. Qəbul olunma deyil, ondan sonraki mərhələdə səlahiyyət və sosial nizamı qorumaq. Bəli, cəmiyyəti bir bütöv şəkildə görür. Deyir ki, qaydalar hər kəs üçündür. Mən də riayət edirəm, siz də pozmayın, siz də riayət edin. Bu da səhvdir. D bəndi. Bu mərhələdə olan insanlar anlayırlar ki, məsələlərə münasibət təkcə bir şəxsin yanaşmasından asılı deyil, müxtəlif şəxslər müxtəlif baxışlara malik ola bilirlər. Bəli, individualizm budur. Bunun ikinci adı da var idi, şəxsi maraq mərhələsi. Yəni, demək istəyir ki, bir şəxsin yanaşması ilə baxmayın da məsələyə. Hərənin öz düşüncəsi, hərənin öz fikri var. Fərdi yanaşma. D bəndi doğru olacaq. E bəndi isə səhvdir. Bu mərhələdə olan insanlar stereotiplərə uyğunlaşmağa çalışır və hansısa hadisə ilə bağlı mühakimə yürüdərkən sosial gözləntini nəzərə alır ki, insanlar nə deyərlər,
Qəbul olunmadı bu, özümü qəbul elətdirirəm. Amma burada pre-konvensional yazılıb. Qəbul olunma ikinci səviyyədədir. Konvensionalda pre-konvensional mənəviyyatdan çox uzaq olan birinci səviyyədir. Y bəndi səhvdir. Bax, bu mövzu haqqında ətraflı izaha baxmaq istəyirsinizsə, mənim YouTube kanalımda mütləq baxın. Bu mövzunun orada izahı var. Baxıb faydalana bilərsiniz. Və ən sonuncu sualımız. Beyin həmləsi üsuluna aid olmayan fikri müəyyən edin. Baxaq, müəyyən edək. Mümkün həll variantları və ya problemə uyğun gələn assosiasiya və ya sözlərin ortaya atılması ola bilər. Çünki beyin həmləsinin əsas fikri prinsipi nədir? Şagirddən ideya toplamaq. Onlar da mümkün həll variantları. B bəndi də uyğundur. Səmərəli həll yollarının tapılması. Şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir, stimullaşdırır. Burada hər iki qrupu aktiv saxlamaq üçün müzakirə texnikasından istifadə olunur. Müəllimlər, beyin həmləsində ancaq qrup şəklində aparılmır. Sən onu fərdi də apara bilirsən. Bu bir. İkincisi də iki qrup sözü var. İki qrupa bölüşdürdüyümüz bir neçə az sayda olan üsullar var. Məsələn, sinektikadır, akvariumdur, debatdır. Amma bu fikir daha çox sinektikaya uyğun gəlir ki, aktiv olur hər iki tərəf. Hər iki tərəfdə də müzakirə var. Ona görə səhv olan C-dir. Müstəqil düşüncə bacarıqlarını inkişaf etdirilmir, bəli. Çünki tək fikirləşib bir variant irəli sürürsən və Y bəndi şəxsi ifadə tərzlərini müəyyən edə bilər. Hamısı doğru, C bəndi səhv olan cavabımızdır. Əgər hər hansısa bir sualla bağlı probleminiz varsa, başa düşməmisinizsə, mütləq videonun rəy bölməsində qeyd edin. Mən bu sualı sizə və yaxud bunun kimi hər hansısa bir sualı sizə yenidən izah edə bilərəm. Və sınaqlarımız davam edir. Bu üçüncü sınaq idi. 4-ü, 5-i, 6-nı imtahana qədər hər nə qədər varsa, izləmək istəyirsinizsə, işləmək istəyirsinizsə, kanalıma abunə olun. Abunə olun ki, izahları qaçırmayasınız. Bir də WhatsApp kanalımızın da linki rəylərdə paylaşılacaq. Sınağın özünü işləmək üçün gərək kanala daxil olasınız və dərslər haqqında ətraflı məlumat toplamaq istəyirsinizsə, gördüyünüz 055 527 2599 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, hər birinizə uğurlar, növbəti video izahda görüşənədək.